Biz bugün sizinle fizika 7. sınıf dərsliyə baxacağıq. Bu arada bu ikinci hissədir. Yəni tezliklə birinci hissədə gələcək. Biz burada başlayırıq 5.1-dən. Cisimlər elektrik yükü. Mən burada yəni promo başlayacağım. Öyrəndikləri tətbiq edin və öyrəndiklərinizi yoxlayın da. Yəni siz bunu oxuyub son işləsəz daha sərməralı olar. Ancaq mən elə bir bunlar üzərində sizə bu dərsi izah etməyə çalışacağam və əlimdən gələni edəcəm. Həmən başlayaraq yazmağa. Qoy açılsın bəli. Demək, öyrəndiklərinizi tətbiq edin. Hansı qüvvə elektronları nüvə ətrafında saxlayır? Nüvə müsbət yüklüdür. İndi müəllim deyə bilər sizə, niyə müsbət yüklüdür nüvə? Çünki proton plus neytron bərabərdir nüvə. Buranın nüvə yazıram. Nüvə. Yəni bunu yadınızdan çıxarmayın. Burada proton, müsbət yüklü, neytron isə yüklüdür. Məsələn, bunu siz nə qədər yadınızda saxlayırsınız? Tam ədədlərdən yəqin mənfi, müsbət bilirsiniz. Mənfi ədədin üstünə 0 gələndə o mənfi olur. Müsbət ədədin üstünə 0 gələndə o müsbət olur. Proton müsbət yüklüdür. Üstünə 0 yük gələndə o da bərabərdir müsbət yük. Yəni bunu belə yadınızda saxlaya bilərsiniz. Çox uzatmayaq, keçək həllərə. Hansı qüvvə elektronları nüvə ətrafında saxlayır? Bu, bax, proton, neytron, elektron. Bunlar arasında qüvvələri var. Ancaq bunu bilin ki, neytron heç bir qüvvə, yəni itələmə və ya cəzb etmə qüvvəsinə aid deyil. Elə bil neytron oradan izləyib bunları tamaşa edir. Özü, yəni ortalığa çıxmır. İndi bax proton müsbət yüklü, bir dənə də proton. İndi sizə məsələn burada P da verə bilər, yəni müsbət də verə bilər. Yəni bunların ikisi də eyni şeydir. Yəni bunların bir fərqli önəmi yoxdur. Bizə elektron və elektron. İndi bunlar bir-birini cəzb edir desələr səhvdir. Çünki bunlar bir-birini itələyir. Dəqiqən, üzr istəyirəm. İndi bunlar bir-birini belə cəzb edir desələr səhvdir. Çünki bunlar bir-birini belə itələyir. Yəni biri sağa gedirsə, biri sola gedəcək, biri sağa sola gedirsə, biri sağa gedəcək. Amma qarşı-qarşıya gəlməyəcəklər. Bunlarla da eynidir. Bunları belə göstərsələr səhvdir. Çünki eyni yükdürlər. Ona görə bunlar eyni elektron kimi olacaq. İndi bura keçək. Mənfi və müsbət olanda. Bunlar isə belə geçsələr səhvdir. Çünki bunlar qabaq qarşıya gəlirlər. Qoy bir dəqiqə mən bunları sileyim. Aha. Bir dəqiqə başlayayım. İndi əgər proton, müsbət, bir də mənfi belə yazaq. Bunlar belə gəlsələr, yəni belə səhv verilir. Çünki bunlar qarşı-qarşıya gəlir. Yəni bunlar bu istiqamətdə gəlir. Yəni bunlar cəzb etmə qüvvəsi olur. Bu arada elektronların nüvə ətrafında fırlanmasının səbəbi də elə cəzb etmə qüvvəsinin olmasıdır. Elə hansı qüvvə elektronları nüvə ətrafında saxlayır? Bu cəzb etmədir. Keçək ikinci suala. Şimdi mən bunu belə yox, hər nəsə. Deyək ki, neytral atomlarda bu neytraldır. Yəni P bərabərdir E-yə. Siz də test yazanda belə ürəyinizdə danışın, onda daha aydın sizə anlaşılır olacaq. Bax, neytral atom, proton, yəni müsbət yük yazıram. Müsbət yüklü nüvə və onun ətrafında dövr edən mənfi yüklü elektronlar. Bir də bu arada sizə bir söz deyəcəm. Bu qayda olaraq yadınızda saxlayın. İndi nüvə, yəni P bərabərdir E-yə. Yəni burada proton, nə qədər proton varsa, o qədər də elektron olmaq məcburidir və şərtdir. İndi 6 protonsa 6 protonun 6 elektrona bərabər olacaq. İndi burada yazaq. İndi bəzi insanlar elə bir dənə çəkir. Burada 6 dənəsi qeyd etməyə çalışır. Yəni bu səhvdir. Çünki kimya dərsindən bəlkə keçmişsiniz, bəlkə keçməyibsiniz. Birincidə maksimum 2 elektron. Qalanları da ikincidə yerləşir. Ancaq məsələn ikincidə 40 dənə 50 dənə ola bilməz. Siz bunu gələcəkdə daha anlaşılır keçəcəksiniz. Yəni bunu da hələlik birincini yadda saxlasanız daha yaxşı olar. Keçək 3-ə. Hansı yəni 2-yə cavab 6 elektron oldu.
Deyək ki, hansı zərrəciklər arasında elektrik qarşılıqlı cəzb etməlidir? Aşağıdakı hansılar hər birini izah edin. Elektron bu itələmədir. Çünki mənfi. Bunlar arasında itələmə baş verir. Bu qalsın öz yerində. Yəni A kateqorisi getdi. Elə C-yə gözüm sataşdı. Elektron. Biz nə dedik? Neytron tamaşa edir. Utanır çıxmağı. Ona görə C də getdi. Qaldıq B-ni. İndi siz B-ni tapdınız. Bəlkə sualda səhvlik ola bilər. Ona görə bunu yoxlayın. Elektron mənfili, proton müsbət yüklü. Bunlar nə edir? Cəzb edir. Yəni qarşılıqlılar görüşürlər, qucaqlaşırlar. İndi yəni bunu belə yadınızda saxlayın. Yəni burada B variantı oldu. Keçək növbəti suala. İnşallah siz də mənimlə nəsə öyrənin, nəsə başa düşməyə çalışın. 4-də elektron yükü müsbət 4-dür. İndi sizə bu haqqda da məlumat verim. X. Yəni X burada elementdə, yəni X elementi bilmədiyim bir elementdir. Burada mənfi də ola bilər, müsbət də ola bilər. Və bunların fərqi nədir? Mənfi odur ki, anyona çevrilir. P kiçikdir E-dən. Yəni bunların fərqi budur. Ancaq müsbət olanda P böyükdür E-dən. Bunların əsas fərqi budur. Bir də elektron, yəni nüvə atomdan söhbət gedir. Atom elektron aldıqda və ya verdikdə atomluqdan çıxır, iona keçid edir. Həmən 4-ə keçək. Deməli, müsbət X-dir. Elektrik yükü müsbət 4-dür. 16 dənə də proton var. 16 indi çıxılsın 4 olur. Yəni bunu bilirsiniz. Yəni müsbət olanda çıxma, mənfi olanda isə toplama. Yəni baxın, bu belə saxlayın. X mənfidir. Mənfi nəyin göstərisi? Elektronu. Deməli, elektron sayı artmadı. Müsbətin nə göstərisi? Proton. Proton sayı dəyişməyəcək. Elektron sayı azalacaq. Bu arada bizə bunlar yəni bizə deyə bilər ki, burada nə dəyişmir? Yəni neytronla proton dəyişmir, elektron keçid edir. Həmən çox uzatmadan keçək 5-ci suala. Cismin elektrik yükü. Elektrik yükü 9-sa cümləsi nə ifadə edir? Cisim elektrik yükü. Cismi bilmirəm. Elektrik yükü nədir? Cisim nədir? X-dir. Müsbət 9-dur. Deməli, bu əgər X olsa, bu atom. Atom nöqtə qoy. Bu isə iondur. I.Y. Yəni bu ionu göstərir. Deməli bu bizə nə verir? Deməli atom ilə ion arasında keçid etdiyini göstərir. Deməli öyrəndiklərinizi tətbiq edin. Qutardı. Yəni sonuncu sualınızda heç bir keçid öyrəndiyinizi yox. 1. Atom hansı zərrəciklərdən təşkil olunur? Atom müsbət yüklü nüvədən. Bu nüvə ətrafında energetik səviyyədə dövr edən mənfi yüklü elektronlara bərabərdir. Yenə dediyim kimi 1-də 2 dənə, burada isə də qalanı ola bilər. Ancaq demirəm, ikincidə bütün elektronlar yerləşə bilməz. Onu da, yəni 1-lə 2-nin cəmi müəyyən ədəd olmalıdır. Yəni bunu gələcəkdə keçərsiniz. İndi deyir ki, müəllim deyir ki, orada müsbət yüklü nüvədir. Düzdür. Və nüvə nədən təşkil olunur? Və niyə müsbətdir? Demişəm. Əgər atom, neytron və proton nüvəsi, neytron mənfi yüklüdür və yüksüzdür. Gəlsin müsbət yüklü yazanda, yəni qarışdırmayın, bərabərdir müsbət yüklü bir alınır. Elə bir bunların işarələrini toplayırıq. Ona görə bu müsbət yüklüdür. Elektron isə energetik səviyyə. Siz bir halqa çəksiniz. Burada da məsələn nüvə olur. Yəni nüvə. Bu hər biri məsələn bir dənəsində çəkib. Bunların hər biri bir nüvə ətrafında fırlanan energetik səviyyədir. Və dediyim kimi hər bir energetik səviyyədə özünə məxsus elektron tutum sayı var. İndi keçək ki, atom yüklü və yüksüz zərrəciklər təşkil olunur. Onun elektron hər nəsə olması nədən asılıdır? Yüklü və yüksüz. Atom yüklü. Yüklü deyəndə proton, yüksüz deyəndə neytrondur. Nəzərdə tutulur.
İndi bunun elektron neytral olması zamanı E bərabərdir P-ya. Çünki neytral, yəni 0. 0-dırsa bunların fərqi 0-dır. Əgər protondan elektron çıxanda bir ikiz və ya elektrondan protonun çıxanda bir y ədədi alınırsa, buna elektron neytral deməli miyiz? Bir böyük özəl, lap böyük bir yanlışlıq olar. İndi keçər 3-ə. İyon nəyə deyilir? İyon, elektron, indi bunu yazmağa ehtiyac yoxdur. Atom elektron alıb verdikdə öz atomluğunu itirir və keçir iyona, keçid edir. İndi 4-ü yazaq. 4 maraqlı sual oxşuyur. Xlor. Bunu kimyadan keçmişsiniz. 17. Bunu da deyim ki, burada ortada neytron. Neytronun aşağısında proton, üstündə R. R burada kütlədədir. Burada iyonuyur ki, i.y yazıram. Burada da elektron sayı göstərilir. Əgər xlorda 17 proton varsa, mənfi olması üçün aşağıdakı şeylərdən hansı mənfidirsə, deməli burada 17 plus x-dir. Çünki burada mənfi olması üçün bura müsbət olmalıdır. Elə bir bunlar təhsil. Bura mənfi olanda bura müsbət olur. Bura müsbət olanda bura mənfi olur. Yəni bunlar, yəni burada mənfi, burada mənfi ola bilməz. Yəni bura mənfidirsə, bura müsbət, bura müsbətdirsə, bura mənfi olmalıdır. İndi bunu dedik. Görək bizdən nə istəyir. Elektron sayı 17-dən böyük olmalıdır. Bu %100 düzdür. Elə anını tapdıqca cavab verilir, ancaq yenə də yoxlaya bilərik. Elektron sayı 17-dən kiçik olmalıdır, xeyr böyük olmalıdır. Deməli, keçək B5-ə. B variantını izah elədik. Deyir ki, müsbət lityum yanındaydı. Orada böyük hərflə yazılmalıdır. Lityum atomunda, yəni i-ni kiçikdə yazsız olar, böyük də yazsız olar. Ancaq kiçik yazsız da yaxşıdır. Lityum. Deyir ki, lityum atomunda elektrik yükü müsbət E-yə, yəni müsbət 1 E-yə bərabər. E-ni yazmasınız da olar, onun o qədər də əhəmiyyəti yoxdur, 2-dir. İndi biz nə dedik? Burada müsbətdirsə, indi burada çıxma olacaq. X-dən çıxıb 1 bərabərdir 2. Bu nə ola bilər? 2 keçirirəm sağa. 2 plus 1. O da 3-dür. Deməli, buranı da yazdıq. Deməli, sonuncu zərrəciyi, sonuncu misalı izah edirəm. İnşallah nəsə anlamış olarsınız. Əgər başa düşmədinizsə, bir də baxma bilərsiniz və ya chatda, yəni söhbət qismində suallarınızı verə bilərsiniz. Deməli, A və B zərrəcikləri ola bilər. Oxlar elektrik indi bu bizdən nə istəyir? Deyir, A-na B-yə elə bir yəni atomun zərrəciklərini və onlar düzgün olsun. Görəm, oxlar əksdir. Mən nə demişdim? Əgər, yəni biz bilirik ki, oxlar əks olanda eyni zərrəcik, qarşıya olanda müxtəlif zərrəcikdir. Amma neytron istisna. Çünki neytron olduqda əmin neytronun tamaşadır. Bunlar cəzb edir, aralaşır. Neytron da oturub oradan izləyir. A və B. İndi burada proton ola bilər. Elektron. İndi bəlkə yadınızdan çıxmış ola bilər. Bunlar bir cəzb olunur. Bunlar da cəzb olunur. Ancaq niyə böyle? Proton nükleer. Amma bu yoxşur biraz. Proton. Amma bunlarla bunlar arasında cəzb etmə qüvvəsi neysə, ağzımıza almağımız düzgündür. Burada itələmə qüvvəsi var. Yəni əks istiqamətdə yönəlir. Yəqin ki, bundan anladınız. Yəni A da B də eynidir olmalı. Ya elektron ya da proton olmalıdır. Sağ olun. İnşallah görüşənə qədər. Bu arada takip etməyi unutmayın və hansı mövzuları görəcəyini orada axta yaza bilərsiniz. Sağ olun, salamat qalın.